Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli Müslümanlar, alemlerin Rabbi Allah'a hamdolsun ki artık bu gece yeni ayın hilalı görünmüştü. Yani hal-hazırda 17 fevral 2026 ildi. Artık hilal görünmüştü. Sabahları 18 fevral 2026 il Ramazan ayının biridir. Ona göre de her bir Müslüman bu geceden yani 17 fevral İşa namazını kılandan sonra xiften namazını kıldıktan sonra təravih namazlarına başlasınlar. Təravih namazını kılacak şəxslər bu gece İşa namazından sonra artık o namaza başlasınlar. Səhər sübh namazından artık orucuq. Yani 18 fevral səhər sən oruc olacaqsan. Allah subhanahu taala özü rahatlıq versin, gözəl şəkildə bu Ramazanı qeyd edək. Değerli Müslümanlar, bu arada onu da diqqətinizə çatdırım ki, burada dövlətin elan etdiyi 19 fevral Ramazanın biri elan edilib. Bu dövlətlər arasında bu rəsmi hesablamadır. Yani biz Resulullah'ın sünnəsinə uygun olarak ayı gördükdə oruca başlayırıq, ayı gördükdə orucu dayandırırıq. Bu sünnədir, Resulullah'ın qoyduğu qaydadır, yoldur. Amma rəsmi məlumatlar isə o dövlətə görədir. Yəni heç kəs buna görə biri ilə ixtilaf etməsin, heç bir mübahisəyə zəmin yoxdur, ehtiyac yoxdur. Kim 19'undan orucunu başlayacaqsa, Allah subhanahu taala onların da orucunu qəbul eləsin. Yəni o da müəyyən mənada haqlıdır. Çünki xalqla birlikdə, toplumla gedir. Yəni burada heç bir problem yoxdur. Onların da bu şəkildə 19'u ilə getməsi, kimin də 18'i ilə başlaması qətiyyən Ramazanımıza bir xələl gətirib bir-birimizə qarşı kin-küdrət bəsləməyək və yaxud da kimsə kimisə haqlı, haqsız çıxartmasın. 18'indən sünnəyə uyğun olaraq oruc başlayır. İndi yəni digər vaxtı da başlayanlarla bu barədə heç bir diskusiyaya girməyə ehtiyac yoxdur. Bəli, artıq Ramazan ayı başlamışdır. Sabahları 18 fevral Ramazan ayının biridir. Mübarək olsun hər bir Müslüman üçün. Allah gözəl şəkildə oruç tutmağı nəsib eyləsin. Amin. Vəsselamu aleykum ve rahmetullahi ve berekatuhu.